birazdan dönəcək bu məsələyə. Hal-hazırda isə Yusif doktor danışacaq. Doktor, deməli, doktor otur, mən belə hündür adamlar yanında kompleksə düşürəm, otur, zəhmət olmasa. Doktorumuz uzmandır. Tədris Cərrahiyyə Klinikasının uzman həkimi. Başdan yuxarı nə varsa bütün əməliyyatlar Fatma xanım, buradan yuxarıdır. Buradan aşağı bu doktorluq deyil. Yəni, doktorumuz özü də güləriz, çox yaxşı bir insandır və yaxşı da bir həkimdir. Doktor müayinə etdi. Doktor, buyurun. Deməli, bizə dünən müraciət oldu. Hardasa 10 uşağa yaxın bir müayinələr apardıq. Onlardan bəzilərində kəskin infeksiyalar aşkarlandı. Onların müalicələrini yazdıq. Və bir çoxu əməliyyata uyğun olaraq dəyərləndirildi. İnşallah ən qısa zamanda. Mən inanıram ki, Azərbaycanda bu uşaqlara kömək eləyəcək baba yiğitlər var. Biz də Azərbaycan Tibb Universiteti rəhbərliyi adından mən deyə bilərəm ki, biz əlimizdən gələn kömək eləməyə hazırıq. Xalqımız da buna dəstək verdikdən sonra biz bu uşaqlara sahiblənib və cəmiyyətə qazandırılmış, eşidən, danışan, gələcəkdə bir sənətə sahib olan, müəllim ola bilər, mühəndis ola bilər, həkim ola bilər, sənətkar ola bilər, hər cür sənətə yiyələnə biləcək bir övlad qazandıra bilərik cəmiyyətə. Mən inanıram ki, ən qısa zamanda bu uşaqlara yardım göstəriləcək. Tibbi nöqteyi nəzərdən də biz əlimizdən gələn yardım eləməyə Baxın, doktorumuz koklər implanta başlayır. Həftənin bazar ertəsindən etibarən inşallah koklər implant olacaqdır. Tədris Cərrahiyyə Klinikasında olacaq bütün bunların hamısı. Ona görə də ən mükəmməlinin yanına getməyi tövsiyə edirik. İnanın və bax o balalarınızın eşitməsini, danışmasını, yalançı vədlərdən uzaq olaq. Bəzən insanları gedək Türkiyə, gedək İrana, gedək olsun, orada da yaxşılar çoxdur. Söhbət ondan getmir. Amma bəzən gedirsiniz, sonra Azərbaycanlı həkim belədir ki, sonra gəlib yapırsan yaxasından, deyirsən, qardaş, gecə də olsa gedib qapısını deyirsən, qardaş, bəs məni bilən əməliyyat eləmişdir. Nə oldu? Burasında bizdə var axı, bir qırıq bir yer sancan kimi həmən qaçırıq doktorun üstünə. Amma Türkiyə, İrana, xaricə, hara gedəcəyik? Kimin yaxasına yapışacaq? Kimin qapısını döyəcəyik? Yani bugün Azerbaycan'da gerçekten çok güzel hekimlerimiz, çok güzel mən üzr istəyirəm Nur bəy, doktorumuzun vaxtı azdır, gedəcək. Doktor, bu uşaqlardan hansı biri əməliyyata hazırdırsa, doktor onları gətirib bura ki, bu uşaqlar real namizədlərdir. Və bir də doktorumuz söylədi ki, bunu bir mesaj olaraq göndərək cəmiyyətimizə. Valideynlər uşaqlarının eşitməsini nə zamandan bilib üzərinə düşməlidirlər? Ümumiyyətlə, istatistika olaraq 1000 doğuşda bir uşaqda belə bir problem var. Yəni, Azərbaycanda hər il 150 min dənə doğuş olursa, o deməkdir ki, Azərbaycanda hər il 150 dənə belə uşaq dünyaya gəlir. Və bizim bir layihəmiz var. Biz bir çox doğum evinə doğulan kimi eşitməsini yoxlayacağımız cihazlar paylamayı planlayırıq. Yəni doğulan kimi bu yoxlanılmalıdır. Necə ki, doğulan kimi bəzi standart analizlərdən keçir uşaqlar, bu eşitmə taraması da, eşitmə skriningi də aparılacaq. Yəni demək istədiyim odur ki, övlad sahibi olan hər kəs bu müayinələrdən keçmək məcburiyyəti bütün dünyada artıq məcburi hala gəlib. İnşallah bizim ölkədə ən qısa zamanda bu sürətlə yayılacaq.